Yanvarın 21-də Beynəlxalq Mətbuat Mərkəzində Şəhid Fərid Əhmədovun xatirəsinə həsr olunan Hay ver mənə leytenant adlı filmin təqdimatı oldu. Tədbirdə millət vəkilləri, tanınmış ziyalı və mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələr iştirak edirdi. Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə açıldı. Millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirdi ki, bu cür filmlərin ərsəyə gəlməsi, gələcək nəslin vətənpərvər ruhda böyüməsi üçün zəruridir. Daha sonra film tədbir iştirakçılarına təqdim olundu. Filmin çəkilişi Cəlilabadda aparılıb. Onu da qeyd edək ki, filmin təqdimatı Fərdin ad gününə təsadüf edir. Aylı pagonlar, səndən təsəlli, bir zabit mundiri, bir cüt ulduzlu, aylı pagonlar. Ay ver mənə, cənab leytenant, ay ver mənə, leytenant. Xoş müjdəli bir savaşdan, pay ver mənə, leytenant. O gün gelecek, gəm yemə, gəm yemə. O vaxt dönəcəm, mən sənə. Hələ yad əldədir yurdumuz, yuvamız. Bitib tükənməyib o qan davamız. Hələ yad əldədir yurdumuz, yuvamız. Bitib tükənməyib o qan davamız. Ay ver mənə, cənab leytenant, ay ver mənə, leytenant. Xoş müjdəli bir savaşdan, pay ver mənə, leytenant. Qisas, son qisas, yetməyib. Savaş, son savaş, bitməyib. Səngər yanındakı çatdığım